Salam hörmətli izləyicilərim. Bugün belə bir naxşı toxuyuram. Bu böyükdür belə. 130 ilmək götürmüşəm. Bunu kurçakla toxumuşam. Belə kurçakla toxuyuram. Şəkət toxuyacağım. Böyük adam üçün. Ona görə hələ belə qatlayıb göstərirəm ki, qoy bura düşsün. Hələ təzə başlamışam. Yəni qutaranda hazır formasında şors kimi koyacağım ora. Videoya çəkib açan qutarsam. Yavaş-yavaş toxuyuram, tələsmirəm. Ona görə bunun üçün də ilməkləri elə bil ki, bunları 3 götürüb toxumuşam belə. Neçə ilmək istəsəz götürə bilərsiniz də. Mən indi bununla belə bir ipimi götürəcəm. Onu necə toxumuşamsa onu göstərəcəm sizə. Belə eləyirəm mən, belə başlayanda. Hərə bir cür başlayır, mən də belə başlayıram. Bura yığıram. 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 ilmək yığıram. İndi bu ilməkləri buradan buradan qısa ilməklər götürürəm də, yəni üstünə milin belə götürmürəm. Yəni belə buradan götürürəm belə. Yəni o cür də götürə bilərsiniz. Yəni mən o birisini toxuduğumda, yəni burada artırma eləmişəm bir dənə. 1 2. Sonra milin üstə götürüb buradan toxumuşam. İstəsəz belə də toxuya bilərsiniz. Ətək hissəsidir bura. Belə toxumuşam. Bu sıranı axıra qədər belə bu formada toxumuşam. Milə götürürəm bu yanındakindən, hamısından sırana. Arada buraxmıram heç birini. Belə götürürəm. Hamısından toxuyuram. Bu formada. Bunun aşağısı belə alınır. Bu formada alınır. Bu biraz qalın sapdı, ona görə biraz qalın alınıb. Bu nazikdir. Bütün ilməkləri milin üstünə alıb buradan yanındakindən toxuyuram. Belə alınır. Birini artırıram milin üstünə. Belə götürürəm, sonra buradan çıxardıram.
birinci sıra olduğuna göre biraz bile götürmek biraz çetin olur. İndi arxa üzdən bütün ilməkləri belə qısa götürürəm də milin üstünə götürmədən toxuyuram. Bu boşluqların, ilməklərin hamısından belə götürürəm. Axıra qədər hamısını toxuyuram. Axırıncını da buradan belə. Buradan 1, 2, 3, 4 ilmek götürdüm. Bunu çevirirəm bu tərəfinə. Buradan 1, ikisini bırakıram. Üçüncüdən milin üstə də götürürəm. Üçüncüdən ilmek çıxardıram. Yenə götürdüm milə, eyni yerdən buradan bir dəfə də çıxardıram. Yenə götürdüm milə, eyni yerdən bir dəfə də çıxardım. Bir yerdən 3 dənə çıxardıram. Yenə buradan milin üstə götürürəm. 1, 2 bırakıram arada ikisini. Üçüncüdən belə götürüb yenə eyni yerdən 3 dəfə çıxardıram. 2, 3. Yenə milə götürürəm. Buradan 1, 2 bırakıb boş saxlayıram. Üçüncüdən toxuyuram. Yenə 3 dəfə götürürüm. Çıxarıram buradan eyni yerdən. 2, bu da 3. Axıra qədər bu formada toxuyuram. Belə alınır. Yenə ikisini bıraktım. Üçüncüdən. Yenə eyni yerdən 3 dəfə çıxardıram. 2, 3. Yenə götürdüm, ikisini bıraktım arada, üçüncüdən. Yenə götürdüm, ikisini bıraktım, burada üçüncüdən. Yenə 3 dəfə çıxardıram. 2, bu da 3.
Şimdi burada bir ilmek götürürüm. Bu kenar düz olsun diye. Buradan götürürüm yanına. Bunu bir dəfə toxuyuram belə. Kenar hissəsi düz olsun diye. Sonra yine çeviririm bu tarafa. Bu bütün ilmekleri yine buradan kısa ilmeklerle toxuyuram. Kenardan yine bir ilmek götürdüm. Tarafı belə düz olsun diye. Yine buradan 1, 2, 3, 4 ilmek götürürüm. Yine indi bu tarafı. Formada alınıb. Bir sırada toxuyuram. Bir üstüne alıram. Bu 3 ilmenin 2, 3'üncüdən ortadaki ilməkdən götürürəm. Yine eyni yerdən 3 dəfə çıxardıram. Yine milə götürdüm bu birisindən, ortadaki ilməyin təpəsindən. Yine 3 dəfə çıxardırıq. Bütün ilməkləri bu formada toxuyuruq axıra qədər. Yine milə götürdük buradan. Ortadaki ilmənin təpəsindən götürürük. Burada da bu axırıncı, bu üçüncünün təpəsindən götürdü. Yine 3 dəfə. Eyni yerdən 3 dəfə çıxardırıq. Burada milə götürürəm. Yine bu kənarı hissəsini buradan toxuyuram ki, kənarı düz olsun. Belə. Buradan yine çeviririk arxa tərəfin. Bütün ilməkləri hamısını kısa ilməklərlə toxuyuruq. Başqa heç bir burada işləmə yoxdur. Hamısını belə düz üzdən 3 dənə çıxardırıq bir ilməkdən. Arxa tərəfdən hamısını belə toxuyuruq. Kısa ilməklərlə toxuyuruq.
Kenardan yine götürdüm. Bu formada. Şimdi buranın yine 4 tane ilme artırırıq. Bu yüzden yine aynı şeyi tekrar edirik. Belə formada bir nakşa alınır. Bunu indi mən çox toxumuşam. Böyük formasıdır. Hələ 2 qat eləmişəm buradan. Bu da belə. Sağ olun. Gələn videomda görüşənə qədər.